Heydərin Naxçıvandakı fəaliyyətinin nəticələridir. Birinci sualımız, Naxçıvan fəaliyyətimiz 1993-ə qədər davam eləmişdir. Naxçıvan fəaliyyətimiz. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olması 93 Azərbaycan Heydərov gəldikdən sonradır. Sədrlik Dilocu bu 92-dir. Rusiya ordusunun hərbi hissələri Naxçıvanı tərk etməsi, bəli, 92-də sonuncu olaraq tərk etdilər, çıxıb getdilər hamısı. Hissə Azərbaycanı tərk elədilər. Sonra Xocalı soyqırımı haqqında qərar Milli Məclisin verdiyi qərardır. Bu 94-dür. 94. Ona görə aid olmaz. Cavabımız 2 ilə 3-dür. Uyğunluğu müəyyən edir. AXC-nin həyata keçirdiyi tədbirlərimizə baxırıq. AXC. Birincisi, sosial-iqtisadi tədbir. Azad bazar ticarətinə icazə vermişdir. Doğrudur. Məktəblərin milliləşdirilməsi şahidlə bu mədəni tədbirdir. Mədəni tədbirdən ona görə çıxırıq. Senzuranın ləğv edilməsi. Senzura bu da belə deyim, dövlət idarəçisi ilə bağlı, idarə ilə bağlıdır. Bunu çıxırıq. Bizə sosial-iqtisadi deyir. Mədəni sahədə Türk Ocağı cəmiyyətinin yaradılması doğrudur. Latın əlifbasından keçid şahidi bu alınmadı. Çünki həyata keçirə bilməmişlər bunu. 3 dənə məsələ idi. Latın dili, konstitusiya, bir də aqrar qanun. İlk milli kitabxananın fəaliyyətə başlaması bu da mədəni tədbirə aiddir. 1A, 2A cavabımız A variantı. İkinci və üçüncü Respublika dövrünün oxşarlığını müəyyənləşdirək. Deməli, ikinci Respublika dövrümüz şahidlər 1920-də başlayır, 91-ə qədər davam edəcək. Azərbaycan SSR dövrü. Üçüncü Respublikamız isə 1991-dən başlayır. Üzü bu yana davam edəcək. Bunların ikisinin oxşar cəhətini istəyir bizdə. Sosialist quruculuğu həyata keçirmək sosialist 1-ə aiddir, yəni 2-ciyə aiddir. Fərdi kənd təsərrüfatı tamamilə ləğv edilməsi bu da 2-ciyə aiddir, yəni Azərbaycan SSR aiddir. Müstəqil xarici siyasət 1-ə yox, bu 3-cüyə aiddir. 3-cü Respublika aiddir. Heydər müəyyən müddətdə Respublikaya rəhbərlik etməsi, bu 1-ci hakimiyyət dövrü 1969-dan 82-yə qədərdir. Respublikada 1-ci hakimiyyət dövrü sayılır. Digəri isə prezidentlik dövrü isə 1993-dən başlayır. O da düşür 3-cü Respublikaya. Bu hər ikisinə aiddir. D variantı. Azərbaycan general qubernatorunun mövcud olması, Qarabağda general qubernator mövcud olması, bu isə AXC-yə aiddir. Yəni 1-ci Respublika dövrünə aiddir. 4-cü sual. AXC-nin 1919-cu il tarixinə aiddir. 4-cü sualda. Yelizavetpol şəhərinin yenidən Gəncə adlanmaya başlaması, bu 18-dir. AXC-nin 19-cu il fəaliyyətini istəyir bizdə. Bakı Dövlət Universiteti 19-dadır, doğrudur. Qacarlar dövləti ilə münasibətlərimiz 20-yə aiddir. Naxçıvan general qubernatorunun fəaliyyətə başlaması, bu 19-a aiddir. Doğrudur. Paris Sülh Konfransı de facto tanınması 20-dir. 2-4. Cavabımız D variantı. Buradan da mütləq diqqətli oluruq. Çünki AXC suallarımızdan biridir. Və ya bəlkə də ikisi mütləq ki, yəni soruşa bilər. 2 dənə sualda düşə bilər. AXC, Azərbaycan SSR və Azərbaycan Respublikası 3 Respublikanın üçünü də bir yerdə soruşub bizdən. 5-ci sualımızda. İngilislərin Bakıda general qubernatorluq yaratması, bu aiddir AXC-yə. AXC-də 1918-ci ildə İngilislər Bakıya gəldilər. Bu 18-ci ilin noyabrıdır. Aiddir bura. Xəzər dənizində hərbi donanma mövcud olması. Baxaq, AXC-də donanma yarandı 19-da. Azərbaycan SSR-də də varmı? Həmin dövrdə Azərbaycan SSR-yə aid olan donanma var. Sovet
verilmiş Sovet yaranmışdı. Azərbaycan Respublikasında hərbi donanması mövcuddurmu? Mövcuddur, bəli. B hamısına aiddir. Konstitusiyaya Azərbaycan dili haqqında maddənin əlavə edilməsi. Konstitusiyaya. Bu deməli aid olacaqdır Azərbaycan SSR. Konstitusiya. Amma Azərbaycan dili haqqında deməli Azərbaycan SSR-də də var bu məsələ. Müasir Azərbaycan Respublikasında 95 var. 1995 konstitusiyamız var. Həmin konstitusiyada Azərbaycan dili, dövlət dili Azərbaycan dilidir. Burada deyir ki, Azərbaycan dili haqqında maddə əlavə edilməsi. C-ni burada bunların ikisini Azərbaycan SSR ilə müasir Azərbaycana oxşar götürəcəyik. Sonra nə deyir bizə? Kollektivləşmə siyasətinin aparması 29-da başlamışdı. 29-da olduğuna görə SSR, Azərbaycan SSR-ə aiddir. D variantını buraya yazdıq. Dağlıq Qarabağ münaqişəsinin başa çatması, bitməsi deyiriksə, müasir Azərbaycan Respublikası Y. 1A, 1A, 1A. Sonra 2D. 2D hələ ki gedir. Sonra 3Y, 3 artıq burada A'dır, bu getdi. 3Y, 4C, 5B. Bəli. Cavabımız A variantı. 6-cı sualımız. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində. Diqqətli olaq biraz. Latın qrafikalı əlifbaya keçirilməsi 29. Birinci katib vəzifəsinin təsis edilməsi 29. Bax, diqqətli olun. Şagirdlər bunu nə ilə qarışdırır? 33-də Bağırovun rəhbərliyə gəlməsindən qarışdırırlar. Amma birinci katib vəzifəsi 29-dadır. Bizdən 30-cu illər soruşur. Zəngəzurun qərb hissəsinin ermənilərə verilməsi Zəngəzur. Bu 21-də. Xankəndi şəhərinin adı dəyişdirilərək dəyişdirildi. Bu 23-cü DQMV-nin yaradılmasından sonradır. 23-də Dağlıq Qarabağ Muxtariyyəti yaradıldıqdan sonradır. Kolxoz hərəkatına qarşı mübarizən gücləndi. Şairlər 30-cu illərdə Azərbaycanda kollektiv təsərrüfatı, yəni kolxozların yaranmasına qarşı 30-cu illərdə üsyanlar başlamışdı. 20-ci il üsyanları Sovet hakimiyyətinə qarşıdır. Sovet hakimiyyətin yaranmasına qarşı. 30-cu illər kollektivləşməyə qarşıdır. Cavabımız olacaq Y variantı. Yedinci sual. Azərbaycanın cənub və şimalını 1970-80-ci illər tarixinə aid ümumi cəhətləri müəyyənləşdirir. Şimal və cənub. Sovet işğalına məruz qalması 70-80-lərdə yoxdur. Azərbaycan Türkiyəsində qəzet və jurnallar. Bəli, deməli, həmin dövrdə nə demişdik biz? Milli öyrəniş məsələsi var Şimal Azərbaycanda. Azərbaycan dilində qəzet jurnallar var. Həmçinin Cənubi Azərbaycanda da var bu. Bu dövrdə Cənubi Azərbaycanda bilirsiniz ki, keçmişik o hissəndə mövzunu. İran İslam İnqilabı illərində Azərbaycan. Cavad Həyətin Varlıq jurnalı var. Dövlət müstəqilliyinin bərpa edilməsi, müstəqillikdən söhbət getməz. Həmin dövrdə müstəqil deyilik. Mövcud rejiminə qarşı çıxışların baş verməsi var. Şimali Azərbaycanda və Cənubi Azərbaycanda 80-ci illərdən başlayır. Azərbaycanda azadlıq hərəkatının yaranması, başlaması və genişlənməsi. Cənubi Azərbaycanda İran İslam İnqilabı dövründə Cənubi Azərbaycanda olan hadisəni bilirik. Təbrizdə 29 Bəhmən üsyanı. Burada sırf bütün dövrlərine aid deyil, amma ümumi olaraq 70-80-ci illərdə o hadisələr var. 2 ilə 4 A variantı olacaq cavabımız. 8. Hansı hadisələrin yerini dəyişəndə ardıcıllıq düzgün alınır?
Sədərək Dilucu körpüsünün açılması. Bu 92. Heydər SSR Nazirlər Sovetinin 1-ci müavin vəzifəsindən istifa verdi. 88. Qanlı yanvar hadisələrinin törədilməsi 20. Naxçıvanın SSR-nin tərkibindən çıxması, bu da 20-dir. Heydər yanvar hadisələrindən sonra çıxdı bunun tərkibindən. Cənubi Azərbaycan Varlıq jurnalının çap olması 1979-da Cavad Heyət tərəfindən. İndi biz burada hansının yerini dəyişirik? Baxaq görək. Doxsan iki buradadır. Bir dəqiqə. Mən bunu qarışdırırım. 1992, 1988. 20 yanvar nədir? 1990. Bu da 1990. 20 yazmışam deyə çalışdım. 92, 88, 90. Deməli 88, 88, 90, 90, 79. Bu 92 burada artıqdır. Bunu buradan götürürük. 79-u buradan əvvələ keçirəcəyik. 92-ni axıra. 5-dən 1-i dəyişirik. Bəli. 5-dən 1. İllərini yazsaq da belə çətinlik çəkirik. Diqqətli olaq biraz. Uyğunluğu müəyyən edək. Ardıcıl olaraq müəyyən edirik. 9-cu sualda. (1923-1937-ci il) mədəni tədbirlərə baxırıq. Savadsızlıqla Mübarizə Komitəsi o 23-də, Latın qrafika əlifbaya keçid 29-da. Çıxdıq. Azərbaycan Arxeologiya Komitəsi o da 23. Sonra Koroğlu 37. Aha. 37. 23-37. Budur bizdən istənilən cavab. İlk radyo stansiya 26. İkinci konstitusiyamız 37. Çıxdıq. Dövlət Kino İdarəsi bu da 26-dır. Kiril əlifbasına keçid 39-da. Qərar verilir 40-dan etibarən keçilir. Azərbaycanı öyrənən cəmiyyət olmalıydı, səhv xatırlamıramsa. Bir Türkoloji Qurultay isə 26-da. Bu da çıxdı buradan. Cavabımız oldu B variantı. 10-cu suala baxırıq. Bunu biraz genişləndirək. Azərbaycan SSR 20-ci əsrin 20-30-cu illəri dövrünə aid uyğunluğu müəyyən edək. Azərbaycan SSR 20-30-cu illər. Azərbaycan ikinci sənaye mərkəzi olması, bu Gəncədir. Birinci Ümumi İttifaq Türkoloji Qurultayının keçirilməsi, bu da təbii ki Bakıda keçiriləcək. Bir də Gəncənin yeri Kürçayın aşağısında. Gəncə burada olacaq. Bakı da buradadır. 1A, 2D. D variantı. Gəncənin yeri bir balaca sola doğru sürüşübdür. Bir balaca. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda. Birinci Qarabağ müharibəsi dövründə. Xocalı soyqırımının törədilməsi 92. Birinci Qarabağ müharibəsi bilirsiniz ki
təxminən 1991-in sonlarından başlayırıq. 1993-ə 4-ə qədər Bişkek protokoluna qədər davam edəcəklər may ayında. 92 Xocalı faciəsi. Gəncədə hərbi qiyam 93-də var idi. Sürətçilərin tərəfindən Böyük Britaniya Parlament Azərbaycan 907-ci düzəlişi bu Böyük Britaniya deyil, ABŞ-a aiddir. Dövlət Müdafiə Şurasının yaradılması, bu da 93-cü il noyabrında qərar veriləcək. Laçın rayon işğaldan azad olunması, bu 2020-yə aiddir. İkinci Vətən müharibəsinə, 2-ci Qarabağ müharibəsinə aiddir. 1, 2, 4 Y variantı doğru cavabımızdır. 12-ci sual. El-Evren diaqramına uyğun bəndləri müəyyənləşdir. Heydərin rəhbərlik dövrləri Naxçıvan Muxtar Respublikasında və Azərbaycan Respublikasında. Buradan yenə də yazırıq. 90-dan 93-ə qədər deyək. Burada da 93-dən sonra ki dövrləri. Deməli, Türkiyə ilə diplomatik əlaqələrin qurulması şərtlə həm Naxçıvanda, həm də Azərbaycanda olduğu dövrdə bunu həyata keçirmişik. Yeni Azərbaycan Partiyasının yaranması 92-dir. 92 olduğuna görə Naxçıvan dövrünə gedir bu. B buradadır. Sonra Dövlət Müdafiə Şurasının yaradılması, bu Bakıya gəldikdən sonra 93-cü ildə. C. İlk milli sərhəd qoşunlarının yaranması Naxçıvandadır bu. Naxçıvan Rus qoşunları buradan çıxıb getdikdən sonra Naxçıvan dövrünə düşəcək. Horadiz qəsəbəsinin azad edilməsi 94-dür. Horadiz, Füzuli bəzi rayonlar azad olundu. Bu da 90-ın Azərbaycanın rəhbərlik etdiyi dövrdür. 1BD, 2CY. 1BD elə buradadır. 2CY A variantımız. Yetmə, səhv getdi. Cavabımız oldu A variantı. 13-cü sual. Daha sonra olmuşdur deyir bizdə. Beyləqan istiqaməti tank hücumunun qarşısı alınması 93. Murovdağ əməliyyat həyata keçirilməsi 94. 94-ün yanvarı. Bişkek protokolu 94-ün may ayında. 1-ci Qarabağ müharibəsinin başa çatması. Rusiya ordusunun hərbi hissələrinin Naxçıvanı tərk etməsi 92-də tərk etdilər. Azərbaycanın Qərbi Azərbaycandan deportasiyasının başa çatdırılması Azərbaycanın Qərbi Azərbaycanı başa. Bu 91-də, 88-də başladı, 91-də başa çatdı. 91-də. Daha sonra olmuşdur deyirsə, 13-cü sualda cavabımız olacaqdı 94-ün mayı, Bişkek protokolu. AXC. Azərbaycan Xalq Cümhuriyyəti daxili siyasət, bir də xarici siyasət. Milli Kitabxananın fəaliyyətə başlaması daxili siyasətdir. Latın qrafika həyata keçirsə, bilmirlər, axırı da oxumağa ehtiyac yoxdur heç. Yəni, ola bilər bir dənə sizdə doğru variant olar nətədir? Latın qrafika əlifbaya keçə bilməmişik desə doğru ola bilər. Amma başqa Latın qrafikalı əlifba həyata keçirilir, tətbiq olunur və s. Nədirsə səhvdir. Fabrik zavodların əvvəlki sayılarla qaytarılması, bu da doğrudur. Daxili siyasətdir bu. Bu şagirdlə aiddir 1918-ci ildə 5 oktyabrda. 5 oktyabr. Bu qanun nədir? 5 oktyabırda bu Bakı Xalq Komissarları Soveti xatırlayırsınız. 1918-ci apreldə yaranmışdı. Həmin Bakı XKS 1918-ci il iyun ayında milliləşdirmə həyata keçirmişdi. O milliləşdirməni AXC 5 oktyabrda ləğv edəcək. Paris Sülh Konfransında iştirak etməsi xarici siyasətdə doğrudur. Sovet Rusiyası tərəfindən müstəqilliyin de jure tanınması, Sovet Rusiyasına heç bir əlaqəmiz yoxdur bizim. Qazax müəllimlər seminariyasının açılması, bu daxili məsələdir, xarici məsələmiz deyil.
1'ə AC, 2'ə A. Varmı elə cavab? 1'ə AC yox. 1'ə AC A. B variantı. 15-ci sual. Əzizlərim, deyir ki, burada Cənubi Azərbaycan Məhəmməd Xiyabani. Bir məsələni burada yenə diqqətli çatdırım. Böyük ehtimalla bu mövzu Cənubi Azərbaycan Şeyx Məhəmməd Xiyabani və ya Pişəbəri xüsusilə. Bu imtahan suallarınızdan biridir. Çox xahiş edirəm o mövzulara diqqət edin. Aşırı bir diqqət edin həmin mövzulara. Ola bilərsə Pişəbərdən verir, ola bilər Xiyabanidən oxşar fərqli cəhətlərini, ortaq cəhətlərdən verə bilər. 15-ci sualımız. İngilis qoşunlarının Təbrizdən çıxarılması. Şeyx Məhəmməd Xiyabani təcəddüd qəzeti. Bu 17-dədir. Fars dilində həyata keçirilmişdir. Belə bir məsələmiz isə deməli Təbrizdə baş verən üsyan nəticəsində xarici qüvvələr Təbrizdən göndərilir. 20-də idi bu. Ona görə çıxdıq. İctimai İdarə Heyətinin təşkil edilməsi 1920-ci il iyun ayında, aprel ayında üsyana rəhbərlik etmək üçün. Fabrik zavodlar üzərində fəhlə nəzarətin tətbiq edilməsi bizdən bu formada deyir. İngilis qoşunlarının çıxarılması təcəddüd 17. Pişəvərdə təcəddüd qəzeti ümumiyyətlə yoxdur. Bu buna görə səhvdir. Mən eləyirəm səbəb-nəticə əlaqəsi soruşur. B-də İctimai İdarə Heyəti var, doğrudur. Fabrik zavodda fəhlə nəzarəti tətbiq olunması, bəli, 1946-cı ildə verilmiş qanunda. Bu doğrudur. Təbrizdə xalça fabrikinin işə başlaması, konstitusiyanın qəbul edilməsi, konstitusiyamız yoxdur. Burada çıxdıq. Azadistan adlı müstəqil dövlətin yaradılması, Azadistan adlandırmışdı. İlk dəfə əncümənlər yaradılması, Pişəvərdə ilk əncümənlər Pişəvərdə deyil. Bu 05-11-ci illərdə məşrutə hərəkatı dövründədir. Vətən yolunda adlı qəzetin nəşr olunması, İngilis-Qacar müqaviləsinin ləğv edilməsi, bu Xiyabani hərəkatından sonra da 19-da, daha doğrusu 21-də ləğv ediləcəkdir. Bu da səhvdir. 16-cı sual. 1-ci və 3-cü Respublika dövrünə aid ümumi cəhətlərdən deyil. Yenə bir qeyd eləyək. 1-ci Respublika 18-20 AXC-dir. 3-cü Respublika 1991-dən sonra. 16-cı sualımızda. Amma deyək ki, ümumi cəhətlərdən deyil. Azərbaycan dövlət dili elan olması hər ikisində var. Qarabağda erməni separatçılarına qarşı mübarizə hər ikisində var. Qarabağ genel qubernatoru var AXC-də, Azərbaycanda müasir Azərbaycanda mübarizə aparıbdır. Yetəri qədər mübarizəmiz var. Sonra torpaqların kəndlilərə pulsuz paylanması haqqında qanun. Ümumi cəhətlərdən deyil. Bunu 3-cü Respublika həyata keçiribdir, torpaq qanunu. Amma AXC-də həyata keçirilməkdir. Bu, oxşar cəhətdən deyil. Neft çıxarması, xarici şirkətlərlə sazişlər bağlanması hər ikisində var. Senzuranın ləğvi hər ikisində var. 16. 17. Verilənlərə müvafiq olaraq hansı əraziyə aid olduğunu müəyyənləşdirək. İşğal edilməsi Respublikada dərin böhrana səbəb olmuşdur. Bu, əsasən Laçında da var, Şuşada da var, bir də Kəlbəcərdə kitab cümlələridir. İşğal edilməsi ilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında birbaşa əlaqə oldu. Bu da Laçına aiddir. İndi rayonlarımıza baxaq. 5 Beyləqandır, 2 Füzulidir, 1 Cəbrayıldır. Biz burada 3 dənə rayon yazmışıq. Kəlbəcər, Şuşa, Laçın. Qalır bizdə sadəcə olaraq Laçın və Kəlbəcər 3-4 D variantı. 18.
Daşaltı əməliyyatı Şuşa şəhəri mühazirədən azad edilməsi baş tutmadı. Bizə nə soruşur? Uyğun forma, yəni səhv variantı istəyir. Daşaltı əməliyyatı bu doğrudur. Kəlbəcərin işğal edilməsi ölkədə siyasi böhran dərinləşdi. Doğrudur. Zaten burada yuxarıda demişdik və burada. Ölkədə siyasi böhran dərinləşdi. Kəlbəcərlə bağlı məsələdir. 3 Kəlbəcərdə 4 Laçın idi. Qarbaçov SSR Mərkəzi Komitəsinin baş katibi vəzifəsini gətirib münaqişə ocaqları yarandı. Bəli, bilərəkdən ortaya atmışdılar ki, ölkədə olan qarşılıqlıq, belə deyim, cəmaatın fikri yayınsın, başqa məsələlərə geçsin. Sumqayıt Fəkarlıq Ermənistanın Azərbaycanda əhalisi qovması sürətləndirdi. Bəli, bunu əllərində bəhanə kimi istifadə edirlər 88-ci ildə. Bakıda fövqəladə vəziyyət tətbiq edildi. Naxçıvanda Sovet-İran sərhəddi söküldü. Naxçıvan İran sərhədinin sökülməsinin Bakıdakı vəziyyətlə heç bir əlaqəsi yox idi. Bu variantımız səhvdir. Y səhvdir. 19. Birinci Qarabağ müharibəsi dövrünə aid döyüşlərin uyğunluğunu müəyyən edək. Birinci Qarabağ müharibəsi dövründə uyğunluğu. Daşaltı əməliyyatı Kəlbəcər rayonu istiqamətində. Burada deməli sualı bir dəqiqə. Sualı tam görmək lazımdır. Sual şəhərlə uyğunlaşdırmadı. Daşaltı əməliyyatında. Deməli, daşaltı aiddir. Şuşa şəhərli ordunun uğursuz oldu. Birə C. Goranboy, deməli, qopdəqə tez-tez şeyləyək, bunu qeyd eləyək. Kəlbəcər, Ağdərə, Tərtər yolu, Füzuli, bir dəqiqə. Şayət bunu bir dəqiqə geri qaytarım. Uyğunlaşdıran belə olmayacaq. Kəlbəcər rayonu istiqamətində ordumuzun uğursuzdan düçar olması bu Murov dağ əməliyyatıdır. Yeni belə yazaq. Düşmənin tank hücumu qarşısı alındı. Beyləqan istiqamətində. Şuşa şəhəri yaxında ordumuzun əməliyyatı uğursuz oldu. Daşaltı əməliyyatıdır. Sonra Kəlbəcər Ağdərə Tərtər yolu nəzarətə götürüldü. Goranboy əməliyyatından sonra bu 92-ci ildə. 92-də. Və Füzuli rayonu 22 məntəqəsi düşməndən azad olmuşdu. Bu da 94-də. 94-də Horadiz əməliyyatında. Bu C olmalıdır. Deməli, C yox. Bilmirəm, mən qarışdırdım, yoxsa səhv getmişdim. A qaldı da. Kəlbəcər rayonu istiqamətində ordumuzun uğursuza məruz qalması bu Murov dağdır. Horadiz Y. İndi oldu. Tamam. İndi oldu. 1C, 2D, 3Y, 4 Bakı, 5A. 1C, 2D, 3Y. 1C, neçən sualı bu? 19. 1C, 2D, 3Y, 4B, 5A. Aha, düz B variantı. Biz artıq Sovet İmperiyasının Komünist Partiyasının dağılmasının şahidi, bizim respublikamızın Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bu nəsil səbəbi respublikada hökm sürən Azərbaycan Komünist Partiyasının diktator rejiminin mürtəce siyasi buraxdığı kobud bağışlanmaz səhvlərdir. Mətndə bəhs edilən dövrün xüsusiyyətini müəyyən edir. Artıq SSR-in dağılmasını bizə ifadə edir burada. SSR-in dağılması respublikada müstəqil uğrunda mübarizəni
gücləndirir. Mətndə bəhs edən hadisələrin xüsusiyyətini müəyyən edək deyir. SSR-in dağılması respublikada müstəqil uğrunda mübarizəni gücləndirir. Olar. Ola bilər. Sovet hakimi yenidən qurma siyasəti böhran aradan qaldırdı. Xeyr. Meydan hərəkatı bu 88-dən başlayır. Yenidən qurulur. Xeyr. İfadə səhvdir. Azərbaycan Respublikası öz müstəqilliyi uğrunda mübarizə gəlmişdi. Qarabağda mülki hakimiyyət qurulur. Qurulmadı. Yeni hakimiyyətə gəlir. Xeyr. Getdi hakimiyyətdən. Cavab oldu A variantı. 92. Daha sonra 21-ci sualda 92. Daşkənd müqaviləsi. Daşkənd müqaviləsi şahidlər. SSR-in əmlakının bölüşdürülməsi üçün bağlamış müqavilə 92 mayında. Müdafiə Nazirliyi təşkil edildimi? Xeyr. Xəzərdə ilk dəfə donanma. İlk dəfə donanmamız 19-da da Xəzərdə. Sovet quruculuğuna son qoyuldu. Sovet quruculuğuna son qoyuldu. Xeyr. Azərbaycan aviasiya alayı desant qoşunları yaradıldı və ordu yenidən qurulmuşdu. Cavabımız D variantıdır. Atəşkəs isə 94-dədir. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid verilən hadisə nəticə əlaqələri düzgün verildiyi bəndləri müəyyənləşdirək. 22-də. Deməli, AXC Qacarlar arasında müqavilə bu 20-ci ildir, de yure tanınması. Qarşılıqlı sürətdə səfirliyin açılması nəzərdə tutulurdu. Okey, olsun. Türk qoşunları Naxçıvanı tərk etdi. Bu 18-ci il Mudros müqaviləsinə görədir. Araz Türk Respublikası yarandı. Bəli, o da 18-ci noyabrındadır. Bu da doğrudur. Sovet Rusiyasının Bakı yalama əməliyyatı 1920-də idi artıq. Aprel ayında Əsgəran yaxınlığında Əsgəran yaxınlığında döyüşlər də aprelə aiddir. Amma bu Qarabağda baş vermişdi. Qarabağda ermənilərlə baş vermişdi bu məsələ. Milli Şura öz fəaliyyətini dayandırdı. Milli Şura öz fəaliyyətini bilirsiniz ki 18-ci ilin iyun ayında dayandırmışdı Gəncə köçəndən sonra. 3-cü hökumət kabineti isə 18-in dekabrındadır. Yəni əlaqəsi yoxdur bunların bir-birindən. Səhvdir. Cavabımız 1-2. C variantı. İkinci Respublika dövründə ərazi bütövlüyümüzə edilən qəsdlərə aid verilən cədvəldə doğru variantları müəyyən edək. İkinci Respublika dövründə. Yəni 1920-dən 1991-ə qədər hansı ərazilərimiz başqa yerlərə, başqa dövlətlərə verilmişdi, paylanmışdı. Onu nəzərdə tutur bizdə. Deməli, Zaqatala dairəsi Gürcüstana verildimi? Xeyr. Bizdə qaldığı səs çoxluğuna Borçalının bir hissəsi ermənilərə verildimi? Doğrudur. Əvvəlcə Gürcülərə verildi, sonra onlar arasında bölüşdürüldü. Yuxarı Qaraz Gürcüstana verildi, bu da doğrudur. Zəngəzurun bir hissəsi Ermənistana baxaq, bir hissəsi Ermənistana verildi, bu da doğrudur. Naxçıvan bir hissəsi Gürcüstana xeyr, əlaqəsi yoxdur. Cavabımız 2, 3, 4 idi. 24 xəritədə rəqəmlərlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşar cəhətlərini istəyir bizdən. Baxaq, sualı tam görək. Belə eləyək, sual tam görünsün. Hansı dövr Respublikada? 3-cü Respublika, yəni 1991-dən sonra. Şahidlər, rayonlarımız 1 İbacı, 2 Kəlbəcərdir. Burada isə deməli Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan. Bu Beyləqan, Füzuli. Füzuli və Kəlbəcər rayonları üçün soruşur bizdən. 3-cü Respublika 1991-dən sonraki dövr istəyir bizdə 24-də. 92-də hərbi əməliyyatlar nəticəsində işğal edilmişdir. Kəlbəcərin işğalı 93-dür. Kəlbəcər 93-dür. Füzuli də 93-dür Füzulidə. Bunların heç biri 92-yə aid deyə çıxdı. Hərbi əməliyyatlar nəticəsində bir sıra kəndlər düşməndən təmizlənmişdi. Bəli. Bu hansı məsələdir? Deməli 1994-də bu Horadiz əməliyyatı demişdi ya.
94-cü ildə. Orada həmin əməliyyatdan sonra Füzuli və Cəbrayılın bir sıra məntəqələri, həmçinin Kəlbəcərin də bir sıra kəndləri azad olunmuşdu, deyir 92-də. Sonra Birinci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar olmuşdumu? Birinci Qarabağ müharibəsində işğal yox. Bunlar 93-də işğal olunubdu. İlk rayonlar deyillər bunlar. Çıxdıq. İkinci Qarabağ müharibəsi dövründə ərazilərində hərbi əməliyyatlar aparılmışdır. Kəlbəcərdə və Füzulidə hərbi əməliyyat hər ikisində aparılıbdı, doğrudur. İkinci Qarabağ müharibəsində bilirik. 2 ilə 4-ümüz doğru cavabdır. 25. Heydər ikinci rəhbərlik dövründən fərqli olaraq birinci rəhbərlik dövründə Azərbaycanda. Heydər ikinci rəhbərlik dövrü 1993-də başlayacaq. Bəs birinci rəhbərlik dövrü isə 1969-da başlayacaq. 69-da başlayacaq. Davam edəcək, 82-yə qədər davam edəcək. İdarəçilik sistemin möhkəmləndirilməsi, bir dəqiqə, sual bilir. İkinci rəhbərlik dövrünə fərqli, birinci dövründə. İdarəçilik hər ikisində möhkəmləndirilmişdir. Bir isə sənaye müəssisələrinin istifadəyə verilməsi, bəli, hər ikisində mümkün olacaq bu. Yevlax-Balakən dəmir yolunun çəkilməsi, Yevlax-Balakən dəmir yolunun çəkilməsi, baxaq, birinci rəhbərlik dövründədir. Azərbaycan dili dövlət dili statusu alması, burada həm 78 konstitusiyada var, həm də 95 konstitusiyada olacaqdır. Şuşa tarixi memarlıq qoruğuna çevrilməsi 77-də verilmişdi bir qərar. Aha, 77-də. Bizdən də birinci rəhbərlik dövrünü istəyir. Bəli, birinci rəhbərlik dövrü olacaq. İndi burada deyə bilərsiniz ki, nə var burada? Birisi sənaye müəssisələri istifadə ediyorsa, əslində bu birincidə də var. Amma ikinci rəhbərlik dövründə də bəli, yeni istifadə edilmiş sənaye müəssisələri var. Ona görə biz bunu götürmürük. 3-dən 5. 26-cı suala baxırıq. Xronoloji ardıcıllıq Heydər Əliyev SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsi təyin edilməsi 1982-də. Nazir təyin edildi. Nazir müavin təyin edildi. Qafa Mehran rayonlarından Azərbaycan ilk dəfə zorla çıxarılması 1988 deportasiyadır. Təbrizdə 29 Bəhmən üsyanı 1978-dir. Gəncə şəhərinin tarixi adının bərpa edilməsi Gəncə 1989-da bərpa edilmişdir. Burada xronoloji ardıcıllığa baxacağıq. 82-78 deməli 3 sonra 3 1 2 4 3 1 2 4 cavabımız budur. 27-ci suala baxırıq şagirdlər. Biraz yuxarı qaldırım. Uyğunluq müəyyidəş Azərbaycan 2-ci, 3-cü Respublika dövrü üçün 80-90-cı illər bir də 1-ci rübü. Aha. Bunu bir də açıqlamasını deyək. Deməli 21-ci əsr 1-ci rübü. 2000-dən 2025-ə qədər rübü açıqlayaq. Deməli Xankəndi şəhərinin azad edilməsi bu 2023-də antiterror əməliyyatında düşdü bura 2025-də. A burada 21-ci əsrin 1-ci rübündə. Qafa Mehran rayonuna Azərbaycan deportasiyası 88 deportasiyası 80-ci illər. B-ni yazırıq bura. Diqqətli olaq, əgər səhv qeyd edəsəm deyərsiniz. Sonra Şuşa şəhərin tarixi memarlıq qoruğu statusu verilməsi 77. Heydərin birinci rəhbərlik dövrüdür. Burada 70-ci illər yoxdur. Konstitusiyaya dəyişikliklərin edilməsi.
Konstitusiya dəyişdirilməsi 2002, 2009 və 2016-cı illərdədir. Düşür birinci rübə. D-ni də yazdıq bura. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması, Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması. Bu da olacaqdı, şahidlər, 1993-də deyiriksə, 90-cı illərdə yeni də yazırıq bura. Yəni 1-ə B, 2-yə Y, 3-ə A, D. Ümid edirəm ki, səhv kodlaşdırmadıq. Aha. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən şəhər diqqət mərkəzində idi. Ermənistanda repressiyaya məruz qalaraq öz doğma torpaqlarına qovulan 1500 Azərbaycanlı və Fərqanidən Özbəkistana gəlmiş Ağsaqa türkü də məhz bu şəhərdə yerləşirdi. Şahidlər, hər halda mətni oxumusunuz. Bu, Xocalı şəhəri ilə bağlıdır. Mətndə bəhs edən şəhərin adı Xocalı idi. Mənbədə bəhs edən şəhərin işğal edilməsi düşmənin iki məqsədi. Məqsədləri çox idi. Bir, deməli, orada Dağlıq Qarabağ arasında mülki aeroport vardı. Mülki aeroport ələ keçirməyə çalışırdı. Bir, bunu deyə bilərik. İki, siyasi üstünlük qazanmaq istəyirdi. Siyasi üstünlük. Sonra 3, deyə bilərik, Azərbaycanlılarda qorxu yaratmağa çalışırdılar. Sonra mənəvi olaraq nüfuz qazanmaya üstünlüklərini öz təmin etməyə çalışırlar. Yəni, səbəblər çoxdur, yaza bilərik orada. Yaza bilərik. 2 dənəsi idi, biz 3-ünü qeyd elədik. Məqsəd, bəhs edilən şəhərin işğalının 2 siyasi nəticəsini deyə bilərik ki, 2 siyasi nəticəsi nə oldu? Deməli, bir, siyasi böhran başladı. Bakıda, hakimiyyətdə siyasi böhran başlamış oldu. Sonra 2, Ayaz Mütəllibov bu hadisədə günahkar hesab edildi və ondan sonra birinci dəfə istefa verdi. İstefa verdi deyə bilərik. Yəni, hakimiyyətdə qarşıtlığın yaranması, siyasi böhranın yaranması deyə bilərik məsələlərlə bağlı. Aydın oldu mu? Məsələmiz də bu. 29-30 bunu da belə formada yekunlaşdırdıq.